Amerika Birləşmiş Ştatlarının zərbələri nəticəsində Amerikada dünyasını dəyişənlərin, İranda dünyasını dəyişənlərin sayı 14-ə çatıb, 78 nəfərin isə yaralandığı bildirilir. Bununla bağlı Əl Cəzirə telekanalı məlumat yayıb. İranın Səhiyyə Nazirliyinə istinadən və deməli 5 əyalətinə ümumilikdə zərbələr endirilib. İran Səhiyyə Nazirliyinin nümayəndəsi qeyd edir ki, ABŞ-nin hücumları nəticəsində yaralanan 78 nəfərdən təxminən 47-si hələ də xəstəxanalardadır və vəziyyəti ağır olanlar da var onların arasında. Deməli, Amerika ordusu son 2 gündə İranın Hörmüz boğazı yaxınlığındakı sahil bölgələrində yerləşən 170-dən çox hərbi hədəfə zərbələr endirib. New York Times hərbi hədəflər olduğunu yazır, İran isə başqa məlumatlar paylaşır. Deməli, New York Times yazır ki, ABŞ mərkəzi komandanlığına CENTCOM-a istinadən deməli, zərbələr hava hücumundan müdafiə sistemlərini, pilotsuz uçuş aparatları və raket anbarlarını, hərbi sürətli qayıqları, eləcə də logistika infrastrukturunu hədəf alıb. CENTCOM-dan da bildirilib ki, əməliyyatın məqsədi İranın Hörmüz boğazında kommersiya gəmilərinə hücum etmək imkanlarını zəiflətmək olub. İordaniyanın Əl-Əzraq aviabazasına isə 10 ballistik raket atılıb, İran tərəfindən atılıb. Bunlar ümumiyyətlə ABŞ-nin hücumları fonunda qarşılıq olaraq deməli Amerikanın bölgədəki bazalarına yenə əvvəlki mərhələdə olduğu kimi hücumlar həyata keçirilir Tehran tərəfindən. Deməli Sepahın bəyanatında qeyd olunur ki, deməli aerokosmik qüvvələr bu gün günortadan sonra, yəni ötən gündən gedir söhbət, yaxın şərqdə ABŞ-ın komanda idarəetmə mərkəzini və İordaniyada Əl-Əzraq hərbi hava bazasını 10 ballistik raketlə vurub və partlayışlar, deməli yanğınlar baş verib ərazilərdə. Deməli Sepah bəyan eləyir ki, ABŞ-nin təcavüzü təkrarlanarsa, Vaşinqtonun bölgədəki digər hərbi bazalarına da ağır atəş zərbələri endiriləcək. Deməli, İran ordusu Amerikanın hücumlarına cavab olaraq bölgədəki Amerika deməli, bazalarından qarşı yeni əməliyyatlar həyata keçirir. Deməli, ABŞ-nin konkret olaraq Küveytdə, Qətərdə və Bəhreyndə olan deməli, bazalara PUA-lar vasitəsilə vurulub və İran ordusu tərəfindən Küveytdə yerləşən Patriot hava hücumundan müdafiə sistemi, Qətərdəki Page antenası ki, bu erkən xəbərdarlıq məntəqəsidir. Biz əslində deməli, müharibənin ilkin fazasında da bunu görmüşdük birinci mərhələdə ki, daha çox kosmik məlumatlar ötürən, qabaqlayıcı tədbirlər həyata keçirə bilən bazalar, antenalar daha çox vurulur və Bəhreyndə ABŞ ordusuna məxsus yanacaq anbarları çoxsaylı kamikaze pilotsuz uçuş aparatları ilə hədəfə alınıb. Donald Trump deməli qeyd edir ki, Birləşmiş Ştatlarla İran arasında tam miqyaslı münaqişə yenidən başlaya bilər. Əslində tam olaraq hə də demir, yox da demir, təksib də eləmir. Yəni və suala cavab olaraq bilmirəm cavabını verib, amma yenidən baş verərsə belə bir müharibə ABŞ çox tez zamanda qalib gələcək. Əslində biz Trump'un bu ritorikasını bütün müharibə boyu gördük. Sayıq açıqlamalarını çox eşitmişik. Bəli, biz qalibik, biz qalib gələcəyik, biz qısa zamanda bunu həll edəcəyik. Bəli, bu sayıq açıqlamaları görürük, amma biz yenə müharibənin birinci mərhələsində güman edək ki, bu ikinci mərhələ olmayacaq, ümumiyyətlə başlamayacaq belə bir şey, amma hər halda yəni var, hələ bu ortada böyük bir şaxlaşma başlayıb yenə də baxaq bu dəfə nələr baş verəcək. Deməli, Amerikanın İrana qarşı hərbi hava zərbələrini yenidən bərpa etməsi və Tehranın Fars körfəzində cavab tədbirləri görməsi fonunda Hörmüz boğazından neft tankerlərinin hərəkəti demək olar ki, sıfıra enib. Ötən gün ərzində cəmi 2 tanker keçib ki, onlardan biri də İrana məxsus və deməli ABŞ-nin sanksiyaları altında olan super tankerlərdən biridir və deməli açıqlamalar bu yöndədir ki, deməli Hörmüz boğazı ABŞ-nin təhdidləri ilə deyil, İranın müəyyən edəcəyi şərtlərdən açılacaq. Yenidən Hörmüz boğazında biz bir dirənmə, tıxanma görürük. Yəni burada da vəziyyət heç də ürəkaçan deyil hazırda. Biz o razılaşma ki var idi, böyük bir memorandum. Onun tərkibində, onunla bağlı xəbərləri verəndə böyük ümidlərlə danışırdıq əslində ki, artıq dünyanın iqtisadi boğazı açıldı, rahat sərbəst gediş-gəliş bərpa olunub, amma görünür ki, artıq deməli yenidən vəziyyət əvvəlki mərhələyə, əvvəlki yerinə qayıdıb. Donald Trump deməli bir açıqlaması var idi bir gün əvvəl. Qeyd edirdi ki, İsrail qoşunları Livandan çıxarılacaq. Bununla bağlı İsrail Müdafiə Nazirindən bir açıqlama gəlib. İsrail Qaz deyir ki, biz kimlərinsə deməsi ilə yox, məhz öz qərarımızla həll edirik bu məsələləri, qərar veririk. Deməli, İsrail və Livan arasındakı münasibətlər isə yaxşılaşır deyirdi Trump, amma buna da deməli Müdafiə Nazirindən təksib gəlib. Times of Israel qeyd edir. Biz Livana daxil olmaq üçün heç kimdən icazə istəməmişik və orada qalmaq üçün icazəyə də ehtiyacımız yoxdur. Bu birbaşa deməli Trump'ın bostanına daş atmaq da əslində Təl-Əviv tərəfdən. Münasibətləri nə vaxt bu həddə çatdı? Bu biraz
Təbii ki, İran söhbətində bu qaynadı, artıq belə deyək. Kats qeyd edir ki, İsrail qüvvələrdən Livanda mövcudluğu Qalileya sakinlərini və İsrail vətəndaşlarını Hizbullah qruplaşmasının təhlükəsindən qorumaq məqsədi daşıyır. Hizbullah tamamilə tərk silah edilməyənə və İsrailin şimal rayonlarının sakinləri üçün təhlükə aradan qalxmayana qədər İsrail Livan ərazisində qalmağa davam edəcək. Bu da İsrail Müdafiə Naziri, deməli, İsrail Katsdan gələn açıqlamalardır. NATO samiti bildiyimiz kimi keçirildi Ankarada və çox böyük bir tədbirə ev sahibliyi etdi Türkiyə əslində və burada çıxan nəticələrdən ən çox maraq doğuran məsələ təbii ki, Ukrayna müharibəsidir, Rusiya-Ukrayna arasındakı vəziyyətdir və deməli, Zelenskinin açıqlamaları oldu bu yöndə. Məsələn, belə bir son müsahibələrdən birində qeyd edir ki, artıq Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyən üzvlərin sayı artıb, yəni alyans tərkibində. Amma baxmayaraq ki, biz hələ yaxın illərdə Ukraynanın alyansa üzv olacağı ilə bağlı heç bir ümidverici açıqlamalar görə bilmirik. Amma Ukrayna lideri belə düşünür ki, artıq bu sayı artıb. Deməli, Dmitri Peskov isə deyir ki, Putinin mətbuat katibi, deməli, Donald Trump NATO samitindən sonra hələ ki, Vladimir Putinə zəng eləməyib, belə bir danışıq olmayıb aralarında və Trumpın belə bir açıqlaması vardı ki, deməli, Rusiyanın infrastrukturuna endirilən zərbələr hərbi əməliyyatı başa çatdırmağa yaxınlaşdırır vəziyyətə. Yəni, Ukraynanın bu üstünlüyü müharibəni daha tez çatdıra bilər, başa çatdıra bilər, amma deməli, Dmitri Peskov qeyd edir ki, bu əksinə Rusiyaya imkan verir ki, bufer zonanı daha çox genişlətsin. Bufer zonanı yaratmaq nə deməkdir? Ukraynanın içərilərinə doğru daha çox irəliləmək deməkdir. Bufer zonu təhlükəsiz zonanı sərhəddən bir qədər də uzaqlaşdırmaqdır Ukrayna silahlı qüvvələrdən. Amma təbii ki, bu nə qədər baş verəcəyi, bu da öz-özlüyündə maraqlı məsələdir. NATO demişkən dostlar, maraqlı məqamlardan yadda qaldı NATO samiti. Bunun siyasi, hərbi tərəfləri, masada müzakirə olunan məsələlər bir yana, bir də orada deməli o səmimi, qeyri-rəsmi məsələlər var idi. Efirdən əvvəl Aysenlə danışdığımız bir məqam vardı. Həm silahların silah hədiyyə olunması məsələsi, həm deməli qarşılanmada baş verən detallar olduqca maraqlı idi. Həm də Makronun eynəyi, heç cürə gözündən çıxartmadığı eynəyi, hətta şəhərdə qaçış da eləyib o. Qaçışda da həmin eynəklə davam edirdi. Maraqlıdır, nə baş verib onun gözlərində ki, eynəyini çıxartmayıb o. Bəli, biz artıq Makronun hansı hallarda eynəyi taxdığını əvvəlki təcrübədən bilirik. O maraqlıdır ki, görəsən. Ankaraya gələndə də nələrsə baş veribmi təyyarədən mi, yoxsa əvvəl nə olub bilmirik artıq, amma hər halda ya da bəlkə də aldadıcı bir şeydir, manevrdir ki, gələcəkdə o kimi hallarda artıq bunu gizlədə bilsin, bəli, özünü sığortalasa. Türkiyə tərəfindən qonaqlara hədiyyə olunan silahların aqibəti nə yerdə qaldı? Bəziləri bunu hədiyyəni qəbul etmədi, bəzisi deməli öz ölkəsinə daxil olarkən elə aeroportdaca polisə təhvil verdi. İngiltərə baş naziri səhv eləmirəmsə, o götürmədi silahı ki, onların ümumiyyətlə qayda qanunlarına zidd olan bir hədiyyədir. Türkiyədəki səfirliyinə təqdim elədi həmin silahı. Bu sayaq o silahı heç də hər kəs bəyəndi, amma hamı götürə bilmədi, belə deyək. Bu kimi hallar baş verdi. Maraqlı detallar çoxdur təbii ki. Siyasət belə bir şeydir dostlar. Belə bir şeydir. Hər üzü var. Bəli, hər üzü var. Bəli dostlar. Çox sağ olun. Təşəkkür edirik. Çox sağ olun. Uğurlar Sizə, sağ olun.